Bu filmi bir çox insanlar sona qədər izləyə bilmir. Dünyada qadağan olmuş 3 film. 3-cü yerdə Mənim dostum Hitler. Bu filmin adı belə səni şoka sala bilər. Məhz buna görə Almaniya onu tamamilə qadağan edib. Mein Freund Hitler adlı bu film Hitlerin gənc dostu ilə münasibətdən bəhs edir. Amma problem nə idi? Faşist ideologiyasının təbliğinə görə Almaniya dövləti qadağan edildi. İkinci film Serbian film. Bu filmi bir çox insanlar sona qədər izləyə bilmir. Hətta bəzi ölkələrdə bu filmə baxmaq cinayət hesab olunur. Film o qədər vəhşidir ki, Braziliya, Avstraliya, İspaniya və bir çox ölkələrdə onun yayımlanması tamamilə ləğv edilir. Odur ki, siz də baxmayın, sadəcə olaraq məni dinləyin. Və birinci yer. Bu film 1973-cü ildə real hadisələr üzərində çəkilib. Film kinoteatrlarda yayımladıktan sonra qəribə hadisələr baş verir. İnsanlar filmdən sonra huşlarını itirirlər. Bəziləri isə xəstəxanaya yerləşdirilirdi. Film çəkişləri zamanı 9 nəfər müəmmalı şəkildə həyatını itirdilər. Bəzi ölkələrdəki kilsələr həmin filmin yayımlanmasını qadağan etdi. Görəsən bu sadəcə olaraq film idi, yoxsa həqiqətən orada qeyri-adi paranormal hadisələr baş verirdi. Bu filmlərə baxmaq üçün mənim Telegram səhifəmə daxil olmanız yadınızdan çıxmasın. Və birinci yerdə olan filmin adı Exorcist, şeytan çıxarma. Mitofil məsləhət görür top film.